Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qafqazinfonun məlumatına görə rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 az yaşlı övladı var. 2024-cü ilin əvvəlində boşanan oğlan Snapchat sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşgül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixdə evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda Şamaxınqa adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 1 radələrində taksi ilə yola düşüb. Yeniyetmə qız gedərkən məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da tapa bilməzsiniz şəklində məktub yazaraq evə qoyub. Hüseynin istəyi ilə Şəmkirə gedən qız 3 avqustda onunla görüşərək yaşadığı evə gedib. Burada Hüseyn öz körpə övladlarını bacısının uşaqları kimi qələmə verərək subay olduğunu deyib. Lakin bir müddət sonra Züleyxa onların Hüseynin övladları olduğunu öyrənib və uşaqlara baxmağa razı olub. Hüseynin ailə üzvləri də 15 yaşında olduğunu bildikləri qızı evin gəlini kimi qəbul ediblər. Lakin yeniyetmənin ailəsinin polisə müraciət etməsindən sonra 10 avqustda onun yeri müəyyən edilib və tapılaraq valideynlərinin yanına qaytarılıb. 15 yaşlı qızla cinsi əlaqədə olmuş Hüseynə isə cinayət işi açılıb və bir neçə gün əvvəl Şəmkir rayon məhkəməsinin çıxardığı hökmlə ona 1 il 9 ay həbs cəzası verilib.